Mən Selcan Sadıqlı. Bugünkü mövzumuz fonetikadır. Fonetika danışıq səslərini öyrənən elmdir. Fone Yunanca səs deməkdir. İnsanlar danışarkən tələffüz etdiyi səslər danışıq üzvləri vasitəsilə əmələ gəlir. Danışıq üzvləri isə bunlardır: ağciyər, səs telləri, nəfəs borusu və ağız boşluğu. Ağız boşluğunda isə dil, dodaq və dişlər iştirak edir. Fəal danışıq üzvləri dodaq, dil və səs telləridir. Biz hərfləri yazırıq və görürük. Səsləri isə deyirik və eşidirik. Digər mövzumuz isə fonetik təhlildir. Fonetik təhlil sözlərin tələffüzünə görə təhlil olunmasıdır. Bunun 4 qaydası var. Birinci qaydası sözü tələffüz edirik. Onun səs və hərf tərkibini qeyd edirik. İkinci, sait səslərin növünə görə təhlil edirik. Onun incə, qalın, qapalı, açıq və dodaqlanan, dodaqlanmayan olduğunu qeyd edirik. Üçüncü, samit səslərin növünə görə təhlil edirik. Onun kar, cingiltili olduğunu və qarşılığı hansı səsdir onu qeyd edirik. Dördüncü qaydası isə sözün hecasını və onun vurğusunu qeyd edirik.